Bacoğlu, bunun qiyməti neçədir? 35 manat alsaq. Ya buna 20 manat verim götürüm. O, qurban olum 20 manat, 35 manat 20 manat nə? Heç rost deyil. Ya buna 25 manat verim. Yox, vallahi 25 manat mayası eləmir, yox sən. Biraz indirim elə də, yaxşı. 28 manat verim. Yox, vallahi əmi alınmır alsaq. Gör xırda xuruşla nə olacaq? 30 manat verim götürüm. Yox da, 30 manat oradan mənə çörək qaldı axı. 34 manat verim götürəm. Ay, Hepsi. Ot, bağla, əl sıxışdıq. Əl sıxışdıq qutar gəl, 34 manat. Ata, bəs sizdə nə vaxta qədər mənim kimlərinsə yanında biabır eləyəsən? Həmişə bazarlığa gedəndə ondan 1 manat, bundan 1 manat. Gör bu 1 manatla nə dəyişəcək? Dəyişəcək. Necə dəyişəcək? Gedək göstərim. 19-28 iyun tarixlərində Baku Elektroniksdə Dəli Dolu Təkliflər kampaniyasından nağd alışlara 60%dək endirimlərdən yararlana bilər. Həmçinin bütün məişət texnikası, televizor və kondisionerlərin nağd qiymətindən 18 ay ilkin ödənişsiz, faizsiz və ya 6 ay ilkin ödənişsiz, faizsiz və komissiyasız əldə etmək mümkündür. Təkliflər təkcə Baku Elektroniks mağazalarında deyil, həmçinin Seven Space və Baku Elektroniks az saytında da keçərlidir. Qardaş, bu paltar yuyan günü neçəyə düşür? Qardaş, o məhsul gündəlik 74 qəpiyə düşür. Qardaş, 60 qəpiyə elə götürün bunu. 62 qəpiyə. Am oğlum. Yaxşı 64. Yox, alınmır. 65. Qardaş, alınmır.